Allah Azza ve Celle'nin sevdiği kullarından kıyamet günü erşinin kölgesinde ahiret gününün vahimesinden koruduğu adamlardan biri de iki kişi Allah rızası için birbirini sevecek. Ortada hiçbir menfaat olmadan. Bir araya her geldiklerinde esas məqsədləri Allah rızası için olacak, İslam'ı yaşamak olacak. Ayrıldıkta ise yine Allah rızası için ayrılacaklar. Bir gün Ömer İbn-i Hattab radıyallahu anh'unun yanına bir kişi girir. Ömer İbn-i Hattab radıyallahu anh onun salamını qaytardıktan sonra der ki, kardeşim necəsən? Der ki, elhamdülillah yaxşıyam. Der Allah yaxşı eləsin. Abdullah İbni Ömer İbn-i Hattab radıyallahu anh oğlu der ki, biz birbirimizi günde 10 dəfədə görsək, necəsən derdik ki, karşındaki insan Allah'a həmd eləsin ki, onun həmd eləməyinə səbəb olaq və qardaşa savab kazandıraq. Budur qardaşlıq. Əksər hallarda bizlərdən etərdi. Esselamu aleyküm, halın keyfin, sen için çok danışmışım. Anır gedən deyirəm, bu axmağın biri də buna zəhləm gedir mən. Bu qardaşlıq olmaz.